Deməli 10-cu mövzudan başlayır vizuallaşdırma mövzusu. Datanı vizuallaşdırmaq üçün hansı kitabxanalardan istifadə oluna bilər? Matplotlib, Aha, Desiborn. bəli. Ən çox istifadə olunan iki kitabxana ilə bunlardır. Hansı tipdə qrafiklər mövcuddur biz istifadə edə bilək? PyChart, Histogram, Barplot, Aha, sonra line chart var. aha, Sonra Scatterplot, aha. bunlardan. Bar chartdan nə üçün istifadə edə bilirik? Yəni bar chart içərisində nələri göstərir? Sütunlarda göstərdəcəkləri bar chartda mən səhv eləmirəmsə. Box plotu bilirsiniz bəs? box slotu, aha. Box plotda Possible. hansı göstəricilər olur? Orada elə bir outlier-dan olan kənara görmək üçün məsələn. Başqa? Başqa orada deyəsən kvartillərdə görmək olur. Yox, hə? Düzdür, elə medianı göstərir. Aha. 25% arasını göstərir. Bir də outlier'ları biz görə bilirik box plotda. Taska baxaq, elə birinci taskdan başlayaq. Bizdə burada istəyir ki, demək 3000 dənə random nöqtəni göstərməyimizi istəyir. Həmin random nöqtələrdə nə ilə göstərə bilərik? Scatter plotla göstərə bilərik. Onlar da 0-1 aralığında olacaq. Yəni ikisi də 0-1 aralığında, y də 0-1 aralığında olacaq və müxtəlif indeks, müxtəlif koordinatlarda biz nöqtə göstərməliyik 3000 dənə. Bunu scatter plotla eləyə bilərik. Birinci kitabxanaları yükləyək. Mən burada yazmışdım. Scatter plotu hansı kitabxanadan götürüb yaza bilərəm? Seaborn. Matplotlibdən də istifadə etmək olar. Əslində ikisindən də istifadə etmək olar. Mən burada birbaşa matplotlibdən götürəcəm. Deməli birinci qrafikimizin ölçüsünü təyin edək. Ölçüsünü figure.fix size-la, nöqtə yox, daha doğrusu mərkəz içərisində fix size-la yaza bilərik. Yəni plt nöqtə figure və bunun içərisində fix size yazacağım. Və onun ölçüsünü təyin edirik. Ölçüsü kvadrat şəklində ola bilər, nə bilim, 6-nın 6-ya, 7-nin 7-yə və s. Bunu hələlik 6-6 kimi götürək. Bu bizim scatter plotun ölçüləri olacaq. Daha sonra həmin scatter plotun içərisinə biz nələr verməliyik? X-i, Y oxunda olan məlumatları verməliyik birincisi. Və X, Y-imiz bizdə random rəqəmlər olmalıdır. Həmin rəqəmləri necə yaza bilərik? Random rəqəmləri. MP randomdan, MP random. Ondan sonra NumPy kitabxanasından götürüb yazırıq. Aha. PLT yazacağım. Nöqtə scatter. Bunu kənarda elə X, Y-i təyin edib də yaza bilərik. Birbaşa içərisində də yaza bilərik. Variable daxil edib. Ona görə burada X-in yerinə birbaşa yazacağım ki, np nöqtə random nöqtə rand. Rand bizdə 0-dan 1 aralığında. N olmur da. Necə? Randa N olmur burada. Randint olmayacaq. Çünki randint bizim verdiyimiz hər hansı, necə deyirlər, aralıqdan
müəyyən sayda rəqəm çıxardır və tam ədədlər olmalıdır bunlar. Rand int olduğuna görə. Məsələn, biz burada 0 ilə 1 götürsək, 1-i daxil etməyəcəyik. Çünki rand int ikinci tərəfi götürmür. O da sadəcə 0 kimi qalacaq. Biz burada ona görə rand intdən istifadə edə bilmirik. Rand amma avtomatik olaraq 0 ilə 1 aralığında öz rəqəmlər götürür. Birbaşa. Anladım. Ona görə rand yazacağım və randın içərisində sadəcə qalır bizim say verməyimiz. Bizdən də burada 3000 dənə istədiyinə görə içərisində 3000 yazıram. Yəni bu bizə artıq 3000 dənə 0 ilə 1 aralığında nöqtələr, yəni koordinatlar qaytaracaq. Bu bizim x-imiz olur. Y-imizin yerinə də yenə eyni şeyi yazacağım. Onu götürdüm, yazdım. Və başqa nə yazmaq olar? Burada scatter-a gəlib shift tab bassam Label yazmaq olar. şeyləri görə bilirəm. Necə? Label. Label və yazmaq olar. Amma hal-hazırda çox da ehtiyac yoxdur ona. Çünki onsuz koordinatlardır bizdə, yəni onların bir mənası yoxdur. Sonrakı tapşırıqlarda amma yazmaq olar. Rəng vermək olar. Burada C-map-lə alfanı yaza bilərik. Alfanı yazırıq. Scatter plotda mən Alfa şəffaflıqdır. Şəffaflıq. şəffaflığı yazmaq tərəfdarıyam. Çünki scatter plotda nöqtələr çox olur və bir-birinin üstünə düşə bilir. Şəffaflığı özümüz təyin edəndə həmin nöqtələrin bir-birinin kəsişmə kimi düşməsi, bir-birinin üst-üstə düşüb düşməməsini gözlə görə bilirik də. Amma hamısı eyni rəngdə, eyni tonda olanda üst-üstə düşənləri biz ayrı-ayrı nöqtələr kimi görə bilmirik. Məsələn, buna 0.7 təyin edək. Başqa bir də nöqtələrin ölçüsünü bir şeylər təyin eləmək olar. Məsələn, S yazsam mən 9 ya da ki 10 yazsam, həmin nöqtələrin bizə ölçüsünü təyin eləmiş olacaq. Yaratdığım scatter plota baxmaq üçün nə yazmalıyam? plt.show show yazıb yaratdığım scatter plota baxa bilərəm. Nə? Figur nöqtə. Mən bərabərlik yazmaq istəyirəm. Bərabərdir yazsam. Bu şəkildə. Bizə burada random nöqtələr verir. Həmin nöqtələr yenə 0-dan 1-ə qədər y-də götürür. X-də də 0-dan 1-ə qədər rəqəmlər götürür. Məsələn, biz burada, necə burada? Çoxlu sayda nöqtə görürük, amma alfada istifadə edədiyimizə görə həmin nöqtələri ayrı-ayrılıqda ayırt edə bilirik. Bunlar hamısı eyni rəngdə olsa, hamısı üst-üstə çıxmış formada görünəcəkdir. Növbəti sualda. Broadway datasını bizdən yükləməyimizi istəyir. Mən əvvəldən burada yükləmişdim. Bir dənə də işlədək bunu. Aha. Datamız budur. Bizdə müxtəlif sütunlar var, hansı ki tarixlərdir, date, aylar, illər, bunları ay, il şəklində götürüb. Filmlərin adları burada yer alır, teatrda gedən filmlər. Daha sonra burada tipləri var, iştirakçıların sayı var, zalın tutumu və s. Bu məlumatlar verilib. İndi tapşırıqda bizdən istəyir ki, tapşırığın A variantında biz həmin datanı sadəcə The Lion King olan hissəsini, yəni həmin filmə gedən iştirakçıları olanı filtrdən götürək və X-də göstərək tarixi, Y-də də göstərək gross maaşı. Gross olan haradaydı? Gross maaşı daha doğrusu gəlir. Statistik gross. Oradan əldə olunan gəlirləri göstərir. İndi birinci biz bunu filtr eləməliyik ki, sadəcə The Lion King olanları götürək. Filtr hissəsini necə yaza bilərik? DF şeydir. DF kolonun adı bərabərdir Lion King-ə. DF-i birbaşa bərabər eləməyib DF 2 kimi götürəcəm ki, orijinal dataset dəyişməsin ona görə. DF 2 bərabərdir. Yazıram. DF kolumun adı Lion King olan bu. Show name.
Bu bərabər olmalıdır. The Lion King. İndi bunu dataset formasında göstərməsi üçün başına da bir dənə df yazıram. Bu bizim filter olmuş. Harada The Lion King. Adını df yazmamışam bunu. Şöyle. Burada 2 dənə bərabərdir yazmalıydım. Oldu. Şərt formasında verdiyimizə görə. Aha. İndi işte df2'yə baxaq. Belə. Gördüyümüz kimi sadəcə The Lion King olanlar götürülüb. İndi həmin datadan istifadə edib bir dənə scatter plot yaradırıq. Yenə əvvəlki kimi bu hissəni götürün buradan. Oldu. Neyse. Gəlin. Birinci ölçüsünü təyin edək. Nöqtə. Məsələn 10'un 6'ya. İndi uyğun olmasa sonradan dəyişilə bilər. Datamızı əvvəlcə verməyə ehtiyac yox. Elə birbaşa x, y şəklində daxil eləyək. Bizdən x olaraq istəyir ki, date sütununu götürsün. Date də yəqin ki, bu olacaq. Dateful. Gəldim. X-ə yazıram bunu. Df. Y'imiz olacaq. Df. Nə göstərir bizdə? Gross. Yəni statistical gross. Statistik gross. Başqa nəsə yazmağa hələlik ehtiyac yoxdur. Buraya gəlsəm, label'ları indi təyin edə bilərik. Çünki artıq içərisinə yazdığımız məlumatlar mənası olan məlumatlardır. Nöqtə x label. Bu olsun run date. Y label. Olacaq gross. Və plt.show. Burada bəlkə problem yarana bilər harda bu hissədə. Hal-hazırda biz bilmirik bu date hissəsində olanlar tarix formatındadır yoxsa deyil. Yəni yoxsa problem olsa onu tarix formatına çevirmək lazımdır. Data heç də yaxşı görünmür. Scatter plot necəkdir? Bundansa başqası daha uyğun değil məncə. Məncə buradakı problem elə bu tarixə. Scatter'ın özündədir. Yəni bu tarixi mən çevirim. Yox, məncə qrafikdədir. Çünki qrafiki dəyişməliyik. Yerinə məsələn Python olsa daha yaxşı olar. Bu şəkildə yazıb yoxlayaq. Eyni şey oldu. Line chart formasında yoxlaya bilərik. O da olur.
Line chartda sadəcə line plot yazılır. Necə yazılır bu line plot? Aslında plot yazıb sadəcə içərisinə line yazırdı. Onu necə yazırdıq axtarsınız? Aha. Elə deyəsən belə ola bilər. Format. Bu deyil. GPT'ye bulun görüm. Line style yazsaq bura. Yox, bu deyil. Birbaşa plot yazıb eləyəndə axı alınmır. Bizdə plot yazıb eləmişik. Elə yoxlayın. Olmamasının səbəbi əslində bu line qrafdır. Biz sadəcə tarixi full formatında vermişik. Məsələn, sadəcə il olaraq götürsək, bu line olaraq görə Necə? burada çoxlu tarix var axı. 1992-dən 2016-ya qədər bütün tarixlər yer alır. Ona görə bunu götürüb sadəcə il olaraq götürsək, artıq burada bu şəkildə alınacaq. 5 ili götürə bilirik oradan tutaq ki. Necə? Ancaq 5 ili götürə bilirik. Tutaq ki 2010-dan 16 lazımdır da bizə. Dataya filtr verib eləyə bilərik bəlkə onu. Dataya filtr veririk. Tarixləri seçirik həmin 2010-dan 2016 aralığında. Sonra həmin datanı götürüb bura yerləşdirə bilərik. Aydındır. Qoy sən də seçək. Sadəcə data biraz qəribədir. Və kəskin dəyişmələr falan çox bu formada. Çox il vardı ona görə. Ola bilər. Daha sonra bizdən nə istəyir? Biz əslində burada yenə scatter plotdan istifadə edib yazmalıyıq. O nəticə pis də olsa. Daha sonra həmin scatter plotda rəng əlavə edib ona static cross potentialı verməliyik. Bu mənaya gəlir ki, həmin potensiallar fərqlidir, dəyərlər. Hardadır? Burada. Hər dəyərə görə də rənglər fərqli qiymət alacaq. Fərqli ton alacaq daha doğrusu. Bunu götürsəm scatter yazsam
İndi növbətində o birisini əlavə eləsəm. Sadəcə bu hissəyə əlavə eləməliyəm. Nəyi? C-ni əlavə eləməliyəm. C-də bizdə colordur. Həmin colora da verməliyik bizdən istədiyi sütunu. Statistical gross potential. Df nöqtəsi. Bu şəkildə. C'yə həmin üstünlüyə verdik ki, Bizi tapşırıqda taskda onu istəyirdi. Burada. Statistic gross potential. Yəni həmin gross potentialda scatter plotun içərisində görünsün. Potensial daha çox olanlarda daha tünd rənglə verilir, daha az olanlarda daha açıq rənglə verilir. Bu potensial da 0-dan 100 arasında qiymət alır. Bu 90 rəngi tünd olanlardır bunlardır. Növbəti sualda bizdən yenə scatter plot istəyir. Həmin scatter plotun içərisində biz yazmalıyıq nəyləri? Total run. Hər bir teatrda nə qədər show göstərildiyini göstərməlidir həmin scatter plot. Daha sonra statistical gross'un ortalamasını göstərməlidir. Hər teatr üçün fərqli hesablamalıdır həmin ortalamanı. Onların maksimum kapasitesi nə qədərdir onu göstərməlidir və minimum iştirak nə qədərdir onu göstərməlidir. Scatter plotun içərisində. Əvvəlcə biz bunların hamısını ayrı-ayrıcalıqda hesablamalıyıq ya da ki, hesablayıb hansısa bir data frame-ə mənimsədə bilərik dataya. Daha sonra da həmin datadan istifadə edib scatter plotu doldura bilərik. Ben bunu bu şəkildə necə eləyə bilərik? Yeni bir data yaradaq. Ən yaxşısı average data olsun adı. Bərabərdir. Data nöqtə, birinci bizdən nə istəyir burada? Yəni bunu da şeyini. Hər bir teatrda ümumi nə qədər film göstərilib bu formada tapmalıyıq. Bunu da qrup by ilə tapa bilərik. Yazıram df nöqtə group by. Nəyə görə qruplaşdıracağım? Hər bir teatrda dediyinə görə teatra görə qruplaşdırırıq. Burada. Nöqtə. Eyni anda birdən çox hesablamanı yerinə yetirə bilmək üçün, məsələn, biz normalda hansısa bir şeyin ortalamasını tapmaq istəyiriksə, bura gələcəm, həmin sütunun adını yazacağım və nöqtə, məsələn, 1000 yazıb onun ortalamasını tapacağım. Amma mən eyni anda, məsələn, burada deyir, burada elə 4 dənə müxtəlif şey hesablamaq istəyirəmsə, hamısında da onsuz teatrı qrup baylamalıyam. Nöqtə aggregate yazıb, onun içərisində hansı sütuna, hansı əməliyyatı vermək istəyirəmsə, bir-bir yaza bilirəm. Məsələn, birinci bizim bu data frame-ə, dataya yeni sütunlar yaranacaq. Həmin sütunların adını təyin eləməliyəm. Məsələn, birincisi olacaq total run. Bərabərdir. Bu bizim sütun adımız. Həmin sütun necə hesablanacaq, onu indi təyin eləməliyik. Nə üzərində hesablanacaqsa, birinci onu yazırıq. Bizə say hesablamaq istədiyimizə görə onsuz
hansı sütunun adını da versək, orada sayma əməliyyatını yerinə yetirə bilirik. Yəni bunun çox da bir fərqi yoxdur hansı sütun olduğunu. Hansı sütunu seçdiyimizin. Bura gəlirəm. Bura həmin adı verirəm. Sütunun adını. Vergül ikinci tərəfdə də yazacağım mənim hansı əməliyyatı yerinə yetirmək istədiyimdir. O da countdur, yəni sayacaq sadəcə. İndi buradan vergül qoy. Deməli bu nə edir? Yeni bir dənə sütun yaradır. Total run sütunudur. Bunu necə yerinə yetirəcək? Sadəcə teatrları qruplaşdıracaq və hər bir teatrın neçə dənə olduğunu sayacaq. Mən bura məsələn dateful yazmışam, amma götürüb show teatrını da yazsam, yenə də eyni şey olacaq. Sadəcə həmin sütundakı müxtəlif teatrların sayını sayacaq. Ona görə burada nə yazdığımın çox bir önəmi yoxdur. Məsələn, vergül qoyub davam edə bilirəm. İkinci sütunumuz nə olacaq? Burada deyir ki, average statistic gross. Onu yazacağım. Average gross bərabərdir. Yəni içərisinə hansı sütun üzərində əməliyyat aparacağımsa birinci onun adını yazıram. Onu da statistic gross bu sütun üzərində aparacağım. Və bu hissədə hər bir teatr üçün ortalamanı hesablayacaq. Bura gəldim. Birinci sütunun adı, vergül. İkincisi də hansı əməliyyat yerinə yetirəcəm? Min, yəni ortalamanı tapacaq. Vergül, davam edirəm. Üçüncü də bizdən istəyir. Onların kapasitesi nə qədərdir? Tutumu nə qədərdir? Bir də maksimumu istəyir. Max sayısı. Ona görə yazıram max. C ya da elə kapasite yazaq. Bərabərdir. Bunun nə üzərində aparacaq? Hansı sütun üzərində hesablayacaq? Bura gəlirəm, baxıram. Statistik kapasite. Bunu götürdüm. Bura yazdım. Vergül. Əməliyyatımız nə olacaq? Maksimumu tapsın. Max. Və axırıncını yazırıq. Axırıncıda da minimum iştirak sayını istəyir. Yazıram 1000. Attendance. Bunu da yazıram. Bərabərdir. Hansı sütun üzərində əməliyyat olunur? Burada. Bu sütunda hər bir teatr üçün minimum nədir? 10 tapırıq. Buraya yazdım. Vergül, əməliyyatımız minimum. Bu şəkildə. Və bunu da bağlasaq. Dataya da baxsaq buradan. Artıq burada müxtəlif teatrlar üçün, müxtəlif teatr adları üçün hamısını ayrı-ayrılıcaqda hesablamış olur. Gəlir total run hissəsində ümumi neçə dənədirsə onları sayır. Average gross hissəsində hamısının ortalamasını tapır. Maksimum capacity hissəsində, yəni maksı, minimum hissəsində də minimum tapır. İndi bizdən istədiyi də bu datanı scatterplot şəklində göstərməyimizdir. Show scatter description for each theater. Elə bir yuxarıdakını götürək oradan eləyək. Buraya gəldim. Buradakı məlumatları dəyişək.
Yani burada x'imiz olacaq. Bizdə total round. Yazıram average data cədvəlində. Sütunumuz da olacaq. Total round sütunu. İkinci yerdə duran bizim y-imizdir. Y-imiz olacaq. Average datada. Hansı sütun olacaq? Average gross ikinci sütunumuz. Average gross. Üçüncüsü olacaq. Üçüncüsü artıq biz verməliyik ona ya ölçü olaraq fərqli bir şey verməliyik ya da ki range olaraq fərqli bir şey verməliyik. Məsələn, ölçü olaraq verək. Average datada məsələn S bərabərdir yazaq. S bərabərdir. Average datada hansı sütun? Max capacity sütunu. Bir də rəng formasında verə bilərəm. S bərabərdir. Average datada ən sona hansı qaldı? Minimum attendance. Bu şəkildə. Başqa bir şey yazmağa ehtiyac yoxdur. Sadəcə bunları X label, Y label olaraq dəyişək. Bunu date eləyək. Yox eləyəcəm date. Bir də gross amount. Nə olduğu kimi qalsın. Deməli, bizim scatter plotumuz bu şəkildədir. Burada rəngləri tünd olanlar bizdə nədir? Rəngi vermişdik minimum attendance-a. Deməli, hansında tünddürsə, onun iştirakçıların sayı daha çoxdur. Bunlarda iştirakçı sayı məsələn daha çoxdur. Ölçüləri böyük olanlar da onların kapasitesinin nə qədər çox olduğunu göstərir. Ölçüsü böyük olanlar bunlardır. Bu şəkildə. O birisi nədir? Total run. Total run burada həmin teatrda göstərilən filmlərin ümumi sayıdır. Bu scatter plot əslində bizə çox da bir şey göstərə bilmir. Çünki həmin dəyərlər arasında o qədər əlaqə yoxdur. Məsələn, hər hansı bir teatrda göstərilən filmlərin sayı ondan gələn amountdan o qədər də əlaqəli deyil. Məsələn, əlaqəli olsa biz görərdik ki, belə düz hardasa düz xətt formasında gedir. O mənaya gələr ki, düz asıldı. Yəni göstərilən filmlərin sayı artdıqca bizim əldə etdiyimiz gəlir artmış olardı. Burada elə bir asıllıq görmürük. Başqa da bir şey yoxdur məncə bu sualda, bu taskda ümumiyyətlə. Elə bizdən bunlar istəyirdi. Bunlar da göstərdi hamısını bir. Nəsə sual var? Xeyr. Grafik çox qarışıq oldu. Elə dediyim kimi əlaqəsizdir ya. Biz əlaqə görə bilmirik. Aydın. Dərs 11-dən başlayaq, davam edək. Birinci kitabxanaları yükləyək. Bizdə burada deməli Diamonds datasetini yükləməyimizi istəyir. Bura mən yükləyim. Yükləyəndən sonra həmin datasetə filter gətirməyimizi istəyir. Biz birinci bir dənə bu datanı burada görək. Yəni datamız bu şəkildə. Adları yoxdur, indekslərdir bu böyük ehtimal. Onların ölçüsü, yəni karatı nə qədərdir, kəsilmə şəkli hansı formadadır, rəngləri nələrdir, təmizlik dərəcəsi kimi bir şey burada var, dərinliyi, qiyməti, x, y, z ölçüləri və s. İndi bizdən birinci sualda istəyir ki, həmin datasetdə biz filtr verək, hansı ki onların ölçüsü 0.6 karatdan kiçik olsun və qiyməti də 2000-dən kiçik olsun. Həmin filtri hansı şəkildə verə bilərik?
Üstünü seçək. 2000 nə edirdi? Qiyməti Price 2000'den ben. Bir de karat düşünün. için. Okey. Bu da bu Qiymət olan üstün hansıdır? price üstünüz. Price, hə. Price böldü 2000. Aha, daha sonra ne edirik? Əndlə yazmaq olur bunu. And əvəzinə hansı simvoldan istifadə etməliyik? Şeydən. Adı nədir onun? Hə. Ampersand, hə. Buraya geldim. İkinci şartımız da odur ki 06 karatı. sonraki altından Dev, ne yazır diye. karat, böldü 06. Bunun da başına bir tane df yazırıq. Və həmin filtre olmuş datanı götürürük. Bu şəkildə verir bizə datan. İkincisində istəyir ki, show a joint plot between karat and price. Joint plot bizə nə edir? Bu bizə scatter plotla oxşar funksiyanı yerinə yetirəcək. Məsələn, karatla onların qiymətləri arasındakı əlaqəni bizə göstərəcək. Sadəcə qrafik olaraq scatter plotdan nisbətən fərqlənir. Ona biraz yazaq, burada baxaq. Yenə yazacağım. Burada joint plot və s. tipli bir də nə idi? Məsələn, pair plot və s. Bunlar CNS-dən götürülür. Yəni daha mürəkkəb, daha qrafik, daha nə deyirlər ona? Çətin olan qrafiklər CNS-dədir. Mürəkkəb olanlar. CNS nöqtə joint plot. Datamız olacaq bizim elə df. Data bərabərdir df. Vergül. X-dən Y təyin etməliyik. Biri rəng idi, rəng istəyirdi. O birisi də rəng nə idi? Karatla price. Hə. Gəldim. X bərabərdir. Karat. Y bərabərdir. Price. Başqa nə verə bilərik? Bir də bunun yazaq sırasını göstər. Bu şəkildə. Bu nöqtələr şəklində çox qarışıq görünür. Ona görə həmin nöqtələri biz dəyişə bilirik burada. Bunu da növlə, yəni kind-la edə bilərik. Kind bərabərdir. Bu normalda indi scatter yazılmış formasıdır və default olaraq da həmin scatter yazılan forması gəlir. KDE yazılan bir dənəsi var. Burada horizontal tipli xəttlərlə göstərəcək. True yazılmalı deyil. Necə? PDF. Orada. Yox. Hansı sən deyirsiniz? Onu bilmədim. Yox, sadəcə həmişə öyrəşmişəm. KD true yazılsın. Bərabərdir true-ya. Aynen yerində. Onu dedim, elə bildim onu yazarsınız. Kind'ın KDE. Bura başqa şey yazmalı deyirsiniz? Həmişə KDE bərabərdir true yazılırdı. Yəni KDE dırnaqla yazılırdı, onu deyirdim. Onun nəsə fərq olacağını düşünmürəm. Məsələn, siz deyən kimi KDE-ni deməli default olaraq özü false verir, biz true-ya çeviririk ya da ki, Kind'a elə birbaşa növ olaraq KDE-ni verə bilərik.
bu işləsə. Ben bura baxım içərisində nələr götürür. Nəsə çox gecikdir. Onu işlətmisiniz. İşlətmişəm onu hazırda. İşləməsini gözləyirəm sadəcə. Bu işləyənə qədər biz növbəti sualı yazaq heç olmasa. Çox vaxt getməz. Bizdə buradan nə istəyir? Tips datasetini yükləmək. Daha sonra da pairplotla həmin dataseti göstərmək. Mən pairplotun nə etdiyini bilirsiniz? Yox. Deməli, pairplot bizə datasetin içərisində hər hansı biz özümüz verməyəcəksə, məsələn, hansı hissələri götürsün də, datasetdən hansı sütunları verməksə, bütövlükdə datanı götürür, həmin datanın içərisində olan bütün sütunların bir-biri ilə olan əlaqəsini göstərir. Məsələn, 3 dənə sütun varsa, orada 9 dənə əlaqə biz görməliyik. Məsələn, x, y, z-i götürürsə, x-in y-lə, x-in z-lə, bir də x-in özü ilə olan əlaqəsini scatterplot şəklində, yəni nöqtələrlə göstərəcək. İndi buradan kod işləsə yazacağım. Yazırıq CNS nöqtə pairplot. İndi biz bunu işlətməliyik. Nasıl işlətmişəm mən deyəsəm bunu. Yox, işlətməmişəm. Bu datanı yükləyib, bunu tipsi götürüb burada yazmalıyım. Onun bu qədər gec işləməsinin səbəbi nədir?
İşləmədi bu da. Yox, təzədən başlatdım. Birinci bu işləməlidir ki, bu da işləsin o da. Bunu hələlik sileyim. Digərinə keçək bunlar işləmirsə. Hı. Nə qədər vaxt itirmək olar? Eybi yox, mənim işləmirsə digərinə keçək. Bunu sonra baxıb tutarsın ya mənimdən soruşarım. Onu oradan Ya da siliyorsunuz. İndi bunları təzədən işlədirəm. Hı, bu işləyir. Bu şəkildə. Məsələn, biz birinci bura şeyə baxaq. Bu datada hansı sütunlar var? Total bill, tip, cinsiyyət, tarix, zaman, bir də ölçü nə qədərdir. Deməli, bizim istifadə elədiyimiz bu pairplot bizə sadəcə rəqəm tipli dataların bir-birinə əlaqəsini göstərmək üçün istifadə olunur. Rəqəm tipli datalar da burada hansılar idi? Size idi, tip idi, bir də total bill. Birinci götürür total bill hissəsini, özü ilə qarşılıqlı əlaqəsini göstərir. Bu özü ilə qarşılıqlı əlaqəsində sadəcə paylanmanı göstərir. Yəni bu məsələn birincinin birinci ilə qarşılıqlı əlaqəsi paylanmadır, ikincinin ikinci ilə paylanmadır, bir də üçüncünün üçüncü ilə. Yəni bir-birləri ilə olan hissədə bizə paylanmanı verir. Paylanma deyəndə də nə nəzərdə tutulur? Məsələn, sayı 0-dan ya da ki 1-dən 6-ya qədərdirsə, hamısından neçə dənə olduğunu göstərir. 2-dən nə qədərdir? Məsələn, burada 2-dən bura baxsaq 6 dənədir bu tipli. 6-dan nə qədərdir və s. Burada məsələn tip nə idi burada? 1-dən 3-ə qədər və s. 5-ə qədər rəqəm götürürsə, onlardan neçə dənə olduğunu sadəcə burada biz görə bilirik. 2-dən nə qədərdir? Yəni bu neçədirsə həmin rəqəmlə nə qədərdir və s. Amma digər hissələrdə biz artıq onların bir-birinə əlaqəsinə baxırıq. Məsələn, total bill, ümumi satılan biletlərdə məsələn, onların tiplə əlaqəsini göstərir. O da buradan göründüyü kimi hardasa düz mütənasibdir. Bu artdıqca digəri də artır. Məsələn, ölçü çox da bir əlaqə biz görə bilmirik bu hissədə. Amma bunların bir-birinə düz mütənasib asılı olduğunu görə bilirik. Bu şəkildə bizə məlumatları verir. İndi buradakı tasklar, müəllim verdiyi tasklar bu qədər idi.
Bir də demişdik ki, özündən də biraz əlavə sual hazırlayarsan. Buradan sonrası artıq həmin əlavə suallardır. Birincisində bizdən istəyir ki, price sütununun paylanmasını göstərsin. Paylanma deyəndə hər bir price'dan nə qədər olduğuna biz baxmaq istəyiriksə, hansı qrafikdən istifadə edə bilərəm? Bar chartdan yəni sadə bir şey istifadə etmək olar. Bəli. Histogramyadakı bar chartdan istifadə etmək olar. Ona görə plt.histogram yazacağım. df.price. Price götürəcək. Bir də mən bura əlavə olaraq Instagramda barların sayı nə qədərdirsə onu da təyin edə bilərəm. Bar deyəndə daha doğrusu qutular ya da 1000 bərabərdir 50 dənə. Bu şəkildə X label, Y label verək. Price. Y labelimiz olacaq təkrarlanmalar, yəni neçə dənə olduğunu sayırıq, yəni frequency. Bir də şöyle yazaq. Label. Buradan onların qiymətinə uyğun nə qədər bilet olduğunu bu şəkildə görə bilirik. Ən birinci yazdığınız nə idi X label üstündə? Bunu O anlamadım. Hə. Instagramda histogram yaratmaq üçün yazırıq da. Məsələn, DF price bizə Instagramda Ha? olacaqları göstərir, ikisinin aldığı qiymətləri. O da price'dır. Bu 1000-də onların sayını göstərir. Yəni burada saysaq 50 dənə qutu görəcəyik biz. Bunları azaldıb ya da Yəni onları bölür. azalda bilərəm. Məsələn, 30 yaza bilərəm. 30 olanda, yəni nə qədər çox olsa, o qədər dəqiq göstərir. Okay. Biz aralıqlar görürük. 0-dan 2500-ə qədər. Həmin aralıqda burada 30 verdiyimə görə az sayda belə necə deyirlər, xətt görürəm. Amma bu 30-u artırsam, 70 eləsəm, həmin xəttlərin sayı məsələn 0-dan 2500-ə qədər daha dəqiq şəkildə görünür. Sayı çoxalır. Okay. İndi bizdən istəyir ki, karatla onun qiymətinin arasındakı əlaqəni göstərən scatter plot quraq. Yazırıq. Bayaq eləməmişdik bunu. Karatla eləmişdik. $2000 bir də 0.6. Scatter plot qurmamışam deyəsən bunu. Ya da ki, qurmaq istədiyimiz amma işləməyən kod ola bilər. Onu da işə bu qalsın, buna baxaq. Bizdən ortalama dəyəri istəyir. Bunu ortalamanı nəyə görə tapmalıyıq? Onların kəsiminə görə. Hesablayıb bar chartda göstərsin. Kəsimi nədir? Onların müxtəlif tipdə kəsimləri var. Məsələn, premium, good və s. ideal bu tipdə. İndi bunlara görə qruplaşdırıb onların qiymətinin ortalamasını tapmalıyıq. Yazacağım average price.
df.group by hansı sütuna görə qruplaşdırıram? Price. Price diyeyim. Price bizim hesaplanan sütunumuzdur. Biz price'ın ortalamasını hesaplamalıyıq. Qruplaşdırma onların kəsilməsinə, yəni kat sütununa görə olacaq. Bunu götürür. Burada yazır artıq price. Price hesaplayır. Price'ın nəyini hesaplayır? Ortalamasını, yəni 1000. Bu şəkildə hesaplayır. İndi mən aldığım bu datadan scatterplot yoxdur doğrusu. Bizdən hansısa bir şey istəmirdi. Mən məsələn bu datanı vizuallaşdırmaq üçün hansı qrafikdən istifadə etsəm daha yaxşı olar? Bar chart. Elə düz bar chart ya da ki, elə əvvəlki Instagram kimi fərq yoxdur. Yazacağım. Average price nöqtə plot növü də olsun bar. Average price ya bu Y olmalı. Bu da olacaq bizdə kat sütunu. Və bu. İndi məsələn burada good hissəsində nə qədər ortalama olduğunu görürük. 4000 göstərir. Məsələn ən bahalısı ortalama hansısa premiumdan adından da görünür. Premium ən qiyməti ortalaması yüksək olandır. Daha sonra gəlir fair olan isə ən aşağı olanda idealdır. İdealın ortalaması təxminən 3400 tipli bir şey olur. Burada bizdən istəyir raising box plot. Rənglərə görə qiymətlərin paylanmasını istəyir və onu box plotla göstərməliyik. Ona görə buradan artıq CNS-dən istifadə edəcəm. CNS.boxplot X-imiz olacaq bizdə rənglər. Rənglər sütunu var idi da burada. Bu color, mütəfəvvlərlə göstərilib rənglər. Və price-ı bizdən istəyir. Color. Y-imiz olacaq, yenə price. Bir də başqa datanın özünü verək də. Def. Elə birbaşa show-la göstərək. İndi biz burada ümumi nələr görürük? Məsələn, Y rəngi ilə olanlarda ortalama hardasa buradan baxanda 2200 tipli bir şeydir. Onun ortalama qiyməti. Bu mavi hissəsi Intel
interquartile range-də 25%-dən 75%-in arasına düşən hissəni göstərir. Yəni ortalamaya ən yaxın olan 50% məlumat burada yerləşir. Bu yuxarıdakı xətt bizə 75%-də, məsələn, bura 75% məlumat göstərirsə, 75%-dən yuxarı 100%-ə qədər olan məlumatlar bura qədər olan məlumatdır. Bura bizim 25%-ə qədər olan hissəmiz isə bu hissədə 25%-dən aşağıda qalan hissədir. Yəni 0-25% arasında olan hissədir. Bunlar da bizdə artıq outlier'lar hesab olunur. Hansı ki, ortalamadan maksimum uzaqlaşan elementlər. Yəni interquartile range-dən kənarda qalan elementlər. Məsələn, burada baxsaq, bu ən yaxşı paylanmaya malik olan kimi götürə bilərik. Çünki burada outlier'ların sayı nisbətən azdır. Və necə desək, ilk 25%-dən 75% arasına düşən məlumatların sayı da əksinə çoxdur. Bu da onun paylanmasının bir-birinə yaxın olduğunu göstərir. Yəni, J rəngi ilə olan almazların qiymətləri bir-birinə yaxın paylanıb. Yəni, bir-birindən çox da fərqli deyil. Bu şəkildə. Məsələn, bu ən pislərindən biridir demək olar. Biri bu, biri də bu. Çünki outlier'ların sayı çoxdur və 25-75% arasındakı məlumatlar da bir-birinə yəni azdır daha doğrusu. Azdır o deməkdir ki, məlumatlar bir-birindən pis paylanıb, uzaq paylanıb, ortalamadan uzaqlaşır. 25-dən aşağı hissə hansı idi? O ən aşağı xəttdən aşağı olan hissə. hissə Hə, ora 25-ə qədərdir. Bundan 25. aşağısı 25-dən aşağı. Bura qədər 75 hissədir. Buradan yuxarı 75-dən yuxarı hissə. Biz çox vaxt outlier'ları bu 75%-dən yuxarıda görürük, amma bəzən 25%-dən aşağıda da outlier görülə bilər. Yəni burada da dairələr ola bilər. Sadəcə burada yoxdur. Bizdən istəyir hər bir təmizlik dərəcəsi deyim, clarity-yə görə almazların sayı nə qədərdir? Bunu da nə ilə yazırıq? Bar chartdan yaza bilərik, amma bizdə bar chartda sayılmaq üçün hər bir necə deyim, kateqoriyada, clarity kateqoriyaya nə qədər element düşdüyünü tapmaq üçün nədən istifadə edə bilərik? Group by. Group by-dan da istifadə edə bilərik, bəli. Ya da ki, value count-dan da istifadə edib biz bunu yaza bilərik. Value count-dan istifadə edəndə, məsələn, clarity yazacağam və nöqtə value count yazacağam. Onda birbaşa aldığımız nəticəni, məsələn, biz value count yazanda həmin sütundakı elementlərdən hərəsindən nə qədər olduğunu biz görürüksə, onu da birbaşa vizuala çevirə bilirik. Məsələn, yuxarıda qrup by ilə yazmışdıq. Bunu artıq value count-la yazaq. Df clarity nöqtə value count bu normalda bizə nə verir? Birinci buna baxaq. Nə oldu? Save subject doesn't value count. Niyə? Biz bunu məncə birbaşa çevirə bilirdik, amma nəticə verməsə belə. Bir də bunu yoxlayım. Plot yazsam. Find var.
deyəsən səhv yazmışam. Hə, count səhv yazmışam. Deməli, hər bir kateqoriyada cəmi neçə dənə element olduğunu belə şəkildə görə bilirik. Normal düsturda olduğu kimi. Bunu indi götürüb əvvəlki formaya bu şəkildə plota çevirsəm, onu da növünü bar kimi göstərsəm, onu birbaşa bizə göstərə bilir. Bu şəkildə. Qrupla da Onu necə hər bir necə qruplaşdırdı ki, onu şeylər üzrə? burada value count'un özünün funksiyası elə bizim verdiyimiz sütunda hər bir elementin neçə dənə olduğunu göstərməkdir. Məsələn, Okay. başqa bir Aydın, sütunda aydın. götürsək, məsələn, burada kartı götürsəydik, 4-5 dənə fərqli tipdə məlumat var idi də, məsələn, ideal idi, very good falan. Bunlardan neçə dənə olduğunu hamısını bir-bir sayır. Amma qruplaşdırıb da yazmaq olar, yəni ikisi də eyni nəticəni verir. Create side-by-side Instagram from depth and table. Deməli, side-by-side Instagram deyəndə bizdən bir dənə nəticədə bir neçə dənə Instagramın görünməsini istəyir. Bunda biz subplot vasitəsilə yaza bilirik. Subplot bizdə həmin yaratdığımız Instagramların yerini təyin etməyə kömək eləyir. Yəni yazaq baxaq bunlar nətər olur. Birinci subplot kimi yaratmalıyıq. Bizdən burada iki dənəsini yaratmamızı istəyir. Biri dərinlikdir, biri də bu table hissəsidir. Ona görə iki dənə histogram yaradacağım. Və burada iki dənə histogram necə yaratmağımı istəyir? Yan-yana yaratmağımı istəyir. Yan-yana yaratmaq deyəndə, məsələn, bu birinci Instagramdırsa, bunun yanında ikinci bir dənəsini belə bu şəkildə yaratmağımı istəyir. Ona görə bura onların ölçüsünü verməliyəm əvvəlcə. Yəni, iki dənə Instagram yan-yana durması o deməkdir ki, bir dənə sətirdə iki dənə sütun görünsün. Yəni, bir dənə sətirdə vergül iki dənə sütun görünsün deyirəmsə, iki dənə histogram belə yan-yana yaranacaq. Amma mən bura 2-nin 1-ə, yəni iki dənə sətirdə bir dənə histogram görünsün istəyirəmsə, ikisi belə aşağı, alt-alta duracaq. Yəni, iki dənə sətir olacaq, biri bu, bir də bunun aşağısındakı və bir dənə də sütun olacaq bu şəkildə, belə aşağıya doğru. Məsələn, mən bura yenə 2-nin 2-yə yazsaydım, 4 dənə histogram yarada biləcəyim ölçü alınacaqdı. Yəni, 2 dənə sətir, bir sətir belə, bir sətir də bunun aşağısında, 2 dənə də sütun, bir sütun belə, bir sütun da belə, 2-nin 2-yə 4 dənə ölçü. Mən də buradan 2 dənə yaratmağımı istədiyinə görə mən bura 1-2 yazıram və yaradacağım birinci Instagramın mövqeyi də elə birinci mövqe olacaq, 1. İndi bura düşüb həmin yaradacağım Instagram yaradıram. Booty.hist nə yazacağım? Div birincisi dərinlik vergül, yenə binlərin sayı neçə dənə? Məsələn, 30 dənə. Burada title'a falan ehtiyac yoxdur. İndi yaradıram ikincisini. İkincisi eyni şəkildə olacaq. Yenə əvvəl birinci subplot yaratmalıyıq. Amma burada artıq mövqeyini dəyişirik. Yəni, birinci yaratdığımızın mövqeyi 1 idisə, ikinci yaratdığımızın mövqeyi artıq burada 2 olacaq. Bunu da gəlib dəyişəcəm table. Binlərin sayını denirəm 30. Burada gəlib nöqtə show yazsam. Bu şəkildə. Deməli, məndə 2 dənə histogram yaradı. Birincisi, title'lar yəni vermədim, amma versəydi yaxşı olardı.
Birincisi bizdə dərinliklə əlaqəli olandır. Hansı ki, həmin dərinlikdə cəmi neçə dənə almaz olduğunu göstərir. İkincisi də bizdə bu table olan məlumatlarla əlaqəlidir. İndi mən bura gəlib 1-2 yazmışdımsa, bir dənə sətir, 2 dənə sütun var. Bunların yerini 2-1 şəklində dəyişsəm, həmin qrafiklər alt-alta düşəcək. 2-1 yazsam, 2 1 bunu işlətsəm, həmin qrafiklər artıq 2 dənə sətir, bir dənə sütun formasında gəlmiş olur. Burada eyni anda birdən çox histogramı yaratmaq olar. Məsələn, 4 dənə yaradacaq olsam, burada 2-nin 1-ə yox, 2-nin 2 formasında olacaq və hər bir yaratdığım histogramın indeksini burada onlara uyğun şəkildə dəyişəcəm. Birincisinə 1 yazıramsa, ikinciyə 2 yazıramsa, üçüncü yaratdığıma 3, o birisinə də 4 yazacağam. Onlarda sırayla 1, 2, 3, 4 şəklində yan-yana düzülmüş olacaq. Sual var burada? Xeyr. Növbəti sualla bizdə x, y və z arasında pair-plot yaratmamız istəyir. Deməli, bu x, y, z bizdə hər biri yenə rəqəmlə olan məlumatlardır və onların bu şəkildə bizdən qrafikini almamız istəyir. Bunu götürəcəm. Bura gəlmişkən dataya da baxaq. Burada x, y, z onların ölçüləridir. Yəni, uzunluq n, hündürlük şəklində. İndi həmin uzunluq n və hündürlüyün bir-birindən hansı şəkildə asılı olduğuna baxmaq istəyirik. Bunu yazsam, df sütunların hamısını eyni anda verəcəm. X, Y və Z. Və show. Deməli, əvvəl də dediyimiz kimi, x-in x-lə əlaqəsi, y-in y-lə əlaqəsi, z-in də z-lə əlaqəsi bizə belə histogram şəklində göstərilir. Yəni, bizə burada paylanmasını göstərir sadəcə. Çünki x-in x-lə əlaqəsi əslində 1-ə bərabərdir. Bu da bizə çox da mənalı bir informasiya vermədiyinə görə bu hissələr bizə paylanmanı göstərir, asıllığı yox. Paylanma da x-in ölçüsü məsələn 2.5 olanların ya da ki 5 olanların sayının nə qədər olduğunu bu şəkildə göstərmək üçündür. O birislərə baxsaq, məsələn, burada bu hissə x-in y-lə əlaqəsini göstərir. Yəni, y-in ölçüsü artdıqca, bu şəkil buradan bura qədər artdıqca, x-in də ölçüsü artır. Yəni, bunlar bir-birindən düz mütənasib asılıdır. Hətta əmsal da olduqca böyükdür deyə bilərik. Çünki y-in çox az dəyişməsində x olduqca artır. Yəni, n bir balaca artması ilə uzunluq daha çox artır. Eyni şəkildə z-in də x-lə asıllığı böyükdür. Yəni, onu pozan outlier'lar burada var. Onlara da artıq çox da diqqət eləmək düzgün hesab olunmur. Çünki asıllıq elə bu sıx olan hissə nəzərə alınaraq deyilir. Nənə, burada yazdığımız x-in y-lə asıllığı əslində buradakı y-in x-lə asıllığı ilə bir-birinə eynidir. Çünki əvvəlkinə burada y idisə, indi burada y-dir. Yəni, y-in çox az dəyişməsi x-ə çox təsir edir. Burada da y-in çox az dəyişməsi x-ə çox təsir edir. Bu şəkildə hamısını görmək olur. Sadəcə burada y-in z-lə asıllığı nisbətən zəifdir. Yəni, hündürlüyün n-lə asıllığı azdır. Burada görünür kimi. Task 8-də bizdən istəyir
price və digər numerik dəyərlər arasında əlaqəni, correlation elə əlaqəni göstərir. Onları göstərən heatmap quraq. Deməli, birinci datanı biz götürməliyik. Korrelyasiya bizdə -1-dən 1 arasında dəyərlər alır. -1 o mənaya gəlir ki, həmin dəyərlər bir-biri ilə tərs mütənasib asılıdır. Məsələn, 2 dənə dəyərimiz varsa, x ilə y, onlar bir-biri ilə tərs mütənasib asılıdırsa, yəni x artanda y azalırsa, onlar arasındakı korrelyasiya -1 dəyər alır, -0-dan 1 arasında. Amma bir-biri ilə müsbət asılıdır, yəni düz mütənasib asılıdırsa, 0-dan 1 arasında dəyər alır. Və onların qiyməti ümumiyyətlə bir nə qədər yaxınlaşırsa, deməli asıllıq o qədər güclüdür. Məsələn, bura şifahi olaraq bir asıllıq verəcək olsaq, x-lə y arasında hardasa 0.6 şəklində bir ya da 7 şəklində bir asıllıq var. Çünki y az artdıqca x çox artır. Və müsbət şəklində asılılıqdır, çünki düz mütənasibdir. İndi biz həmin korrelyasiyanı göstərmək üçün əvvəlcə core funksiyasından istifadə edib hamısını 0-1 arasında rəqəmlər şəklində göstərməliyik. Məsələn, buraya yazsam core bərabərdir. Bu bizə df və df'in içərisində olan rəqəm tipli məlumatları götürəcəm. Onlar hansılar idi? Karat var idi. Sonra karat var, dərinlik var, table var, bir də price var, bir də x, y, z. Var yazaq. Karat, dərinlik. Sonra table var idi. Sonra price. Bir də x-dən y, z. X, y, z. Bu şəkildə. İndi bura nöqtə core yazsam. Bu şəkildə qaytarsam, mən artıq bunların hər birinin arasında olan asıllığı rəqəmli şəkildə görə bilirəm. Deməli, hər bir sütunun bir-biri ilə olan əlaqəsi 1-ə bərabərdir. Çünki, məsələn, x x-dən asılı demək, yəni x-in artması, o birisi x-in də artması mənasına gəlir. Yəni, tam şəkildə bir-biri ilə asılıdır. Burada fikir versək, diaqonal şəklində hamısı 1-ə bərabərdir. Çünki bura x x-dirsə, bu da y y, bura z z şəklində getdiyinə görə bunların hamısı 1-dir. Sonra gəlsəm, bura baxsam, məsələn, dərinliklə karat arasında o qədər də əlaqənin olmadığını görürəm. Çünki 0,02 0-a yaxın bir rəqəmdir. Bu da çox az bir asıllıqdır. Məsələn, burada price ilə karat arasında çox böyük bir asıllıq görə bilirik. Çünki karat artdıqca onun qiyməti artır. Hardasa 0,9, yəni 90% bir-birindən düz mütənasib asılıdır deməkdir. Müsbət olması düz mütənasib deməkdir. Bura gəlsək, table'ın düzü nə olduğunu bilmirəm. Table'ın dərinliklə əlaqəsi 20%, hardasa 30% qədər tərs mütənasib asılıdır. Yəni biri artanda o birisi onun hardasa 30% qədər azalmış olur. Bu şəkildə. İndi bizdən bu məlumatı, bu rəqəmli məlumatı heatmap şəklindən gətirməyimizi istəyir. Heatmapdə əsasən elə korrelyasiyanı göstərmək üçün istifadə olunan vizuallardan biridir. Onda CNS-dən istifadə edib yaradırıq. CNS.heatmap. Deməli, içərisinə görə həmin data nədirsə, datamız burada yaratdığımız core datasıdır. Vergül. Başqa sizdə çox şey yazmaq olar, amma hal-hazırda yazmayacağım. Birincisini göstərib sonra davam edelim. Və nöqtə şu.
Deməli bu şəkildə baxanda biz rəngin Qara kvadrat. qara kvadratlar burada label şəkil nə deyirlər buna? Bu şəkildə Hə, göstərir. Birin hə. daha əlaqənin daha yüksək olduğunu göstərir. Bu çox da yaxşı bir təsvir deyil. Çünki normalda biz öyrəşmişik ki, tünd rəng daha asıllıq olsun, daha böyük bir rəqəm olsun. Ona görə burada özümüzdən başqa bir dənə rəng təyin edə bilirik. İndi rənglər çoxdur, hamısını dəqiq yadımda saxlamamışam. Amma ən çox istifadə elədiklərindən birini göstərim. CMap bərabərdir. Nə idi o? Cool warm deyirsən. Cool warm. Bu şəkildə baxsaq, məsələn, mavi bizdə əlaqənin az olduğunu, qırmızı bizdə əlaqənin çox olduğunu göstərir. Bunlarda hamısı tünd qırmızı ilədir, çünki bunlar 1-ə bərabərdir. 1 olmasının səbəbi də bir-biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Məsələn, burada bunun tünd olduğunu görürük. O da karatla x. X karat elə ölçü deməkdir. X, Y, Z də onların ölçüləridir. Ona görə bunlar bir-birindən onsuz ki, əlaqəli olacaq. Sonra nə var burada? Əlaqədə olan. Bunlar məsələn tünddür. Yenə X-in, Y-Z-ə, bunlara baxmaqdır, başqa bir şey baxaq. Bu, price məsələn karatla əlaqəli olduğunu burada görürük. Yuxarıda da elə görmüşdük ki, 9 qədər əlaqə, 0.9 qədər karatla price bir-birinə əlaqəlidir. Bu da onu ifadə edə bilir. Məsələn, ən əlaqəsizlər nədirsə, bunlardır. O da məsələn dərinliklə table bir-birinə heç əlaqəli deyil. Buradan olan qiymətdən də baxa bilərik. Qiymət məsələn dərinliklə table bu hissə. Daha doğrusu bunlar heç əlaqəli olmayanlar yox, mənfi əlaqəli olanlardır. Hə, 0 buradan başlayır. Bir də burada məsələn mən bura rənglərin üstünə baxanda onların neçə olduğunu tam olaraq deyə bilmirəm. Həmin rəqəmlərin qrafikdə də görünməsini istəyirəmsə, annotasiyadan istifadə edə bilirəm. Normalda bu default olaraq false verir, amma biz buna true yazsaq. Bu onun dəyərlərini üstündə göstərəcək. Bu şəkildə. Məsələn, burada 0.98 olduğunu. Burada başqa bir şey yoxdur. Bir dənə sildiyimiz sualı görün burada qalıb. Hə, buydu. Burada nəsə başqa bir sual var. Ümumi. Xeyr, başqa sual yoxdur. Bitdi də dərs yəqin ki. Bəli, bu qədər olacaq dərs. Yəni mən Hı. bunda dərsi bitirək, bunu belə açıq saxlayacağam. Görüm işləyir, işləmir. Okay. Məsələn, baxarıq niyə işləmədiyini, amma məncə işləyəcək. Sadəcə çox gec işləyir. Onun səbəbini özümdə bilmirəm düz. Okay. Yaxşı, sağ olun. Sağ olun, gecəniz xeyir. Gecəniz xeyir, mən.